Asiya Qafqazda təvəllüd edib. 14 yaşında uca boylu, incə bədənli bir qızdır. Xurmayı saçları, qara gözləri, şux dodaqları onu daha da gözəlləşdirir. Asiya çox kitab oxuyur. Biraz əsəbidir. Acıqlanır, üzü turşalır. Sonra yenə güləş üzlü və xoş rəftarlı olur. 4 Ağustos. Nə xoşdur məşuqə ilə gəzilən dəqiqələr. Musiqi çalınır. Ətrafın bütün yaşıllıq, çiçəklər də qoxuyur, təzim edir. Nə dadlıdır zərif dodaqlardan tökülən sözlər. Təbəssüm parıldayır, oynayır, ümidlər yağır, həzlər saçılır. Onda ruh oxşanır, ürək çırpınır, bütün vücud qanadlanır. 5 Ağustos. Asiyanı gördüm, əlini sıxdım. Mənə soyuq göründü, anlamıram, məni sevirmi, nifrət edirmi? Tanışlıq eşqin zəhəridir. Tanışlıq eşqin sonunu nəfsi heyvaniyyəyə gətirir. 6 Ağustos. Gördüm, güldü, təzim etdim, öpdüm, təkrar baxdım, gülümsündüm. 7 Ağustos. Dünən Asiyanı tanışları ilə ötürdüm. Eşqə dair danışdıq. Dedim, bu yay mənim üçün ən xoşbəxt yaylardan biridir. Onun üçün bu yaydan çətinliklə ayrılıram. Asiya üzümə bir nəzər atdı, qızardı. Sonra sözü dəyişdi. 8 Ağustos. Keyfim yoxdur. Bugündən sonra bazara çıxmayacağam. 10 Ağustos. Qəribsilənmişəm. Hətta anamı da könlüm istəyir. Məndə valideyn məhəbbəti heç olmayıb. Bu dəfə deyəsən, ürəyimdə o hiss oyanır. Amma bilirəm, görməklə hisslərim yox olacaq. Yenə fəna hərəkətləri ilə məni dilxor edəcəklər. Əcnəbi anaları övladlarına doğru bir hami və rəhbər ola bilirlər, yoldaş və dost ola bilirlər. Bizimkilər də yumurtadan çıxmış cücələri yenə yumurtaya doldurmaq xahişindədirlər. Atam mollaların qulu, anam ocaq, dua və cadu düşkünü. Bələ batil, qeyri-həqiqi, boş, faydasız fikirlərə mən tabe ola bilərəmmi? Bunların nüfuzu üzərində sabit qala bilərmi? 11 Ağustos. Yenə ovqatım təlxdir. Uşağın ardınca gəzmək məsələsi yenə xalqı məşğul edir. Bəli, Asiya uşaqdır. Qəsdən onunla gəzirəm, çünki onu sevirəm. Bunu bilməli, amma anlayan yoxdur. Bazardan Asiya ilə keçdikdə hamı bizə dörd gözlə baxır. Elə bil məni söyürlər, məni məzəmmət edirlər. İncinirəm, darılıram. Görəsən, məni niyə qoymurlar öz ağlıma tabi olun? Bu barədə mübahisəyə girişməyə hazıram. Asiyanın böyük bacısı da deyəsən mənə rişxənd gözü ilə baxır. Onunla da danışmağa hazıram. Gecədir, yata bilmirəm. İnsafım mənə rahatlıq vermir. Asiyanın mənə tay olmamasına bəzi vaxt özüm də inanıram. Birdən özümə sual verirəm. Həqiqi məhəbbət üçün yaş məsələsi mühümdür, mühüm deyil. Mənfi cavab alıb sakit oluram. 1000 dəfə söylədim ki, Asiya ilə bir dağ çiçəyinin mənim yanımda fərqi yoxdur. Pərverdigara, halım nə yamandır, anlayan yox, dost yox. 12 Ağustos. Zavallı Murad, sakit ol, səbir et. Vaxt gələr səni də anlayarlar. Yadındadırmı Asiyanın ürküb qaçması? Onda da təlaş etdin, darıldın, axırda işlər aşkara çıxdı. Vəhşi, qəzalə, ceyrana, ahuya bənzəyən Asiya ürkmədən əl çəkib sənə öyrəndi. İndi səninlə hər yerə gedir və hər söhbətinə girişir. Daha sənə qeyri-müsəlmanlara baxan nəzərlə baxmır. Vaxt gələr, ey Murad, uşaqla gəzdiyinin də mənası anlaşılar. Səbir et, gözlə. 13 Ağustos. Neçə gün var ki, evdən çölə çıxmıram. İnsanlardan gizlənirəm. Bilmirəm, məni niyə incidirlər. 15 Ağustos. Asiyanı ziyarət etdim. Qəsdən doyunca danışdım. Qoy nə deyirlər desinlər. Şeylərimi toplayıram. 3 gündən sonra səfərdir. Sevinirəm. Axır vaxt bu şəhər də məni təngə gətirdi. Tənhalıq.
Hər yerdə mənim üçün tənhalıq. Ürəyim tənha, çəkdiklərim tənha. Qaçmaq lazımdır. Məni anlayanları aramalı, dostlar tapmalı. 18 Ağustos. Sabah gedirəm. Bu sözlərdə nə qədər məna var. Gedirəm. Onun üçün gedirəm ki, yeni bir həyat, bilgi həyatı qazanım. Burada qızlarla tanış oldum. Siyasi leksiyalara getdim. Axırda mənə çox şeylər lazım olması aşkar oldu. Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat toplamalıdır. Çoxlu kitablar qiraət etməlidir. Ya bilgi, ya ölüm. Axşam çağı Asiyanı çağırdım, görüşdük. Sakit idi. Yenə güləş siması idi. Mən həyəcan içində 1000 dəfə öz-özümə təkrar etdiyim sözləri titrək səslə söylədim, dedim. Əlvida, yoldaş, kim bilir, bəlkə daha görüşməyəcəyik. Məni hərdən bir yad edin. Asiya qızardı, cəld əlimi sıxdı. Elə bil ki, ayrılığın nə olduğunu əvvəlcə anlamadı. Evlərinə doğru qaçdı. Mən də döndüm. Bir də qapılarının ağzında toxtadı. Dönüb həsrətlə mənə baxdı. İstirabını duydum. Gülümsündü, qayıb oldu. 1914-1935